Salam uşaqlar, sabahınız xeyir olsun. Mən müəlliməm, heç qorxmayın mənəm. Deyəcəksiniz ki, bu kimdir? Deməli, bugün bir günlük vlog çəkirik. Yəni başıma nə gəlir, bir rəssam başıma nə gələ bilər. O haqda video çəkəcəm. İndi universitetə gedəcəm şu vaxtı, saat 7-nin reysi ilə. Yəni gözümü ovuşdurmadan bilirsiniz, çox xoşbəxtəm. Yəni gedirik. 6-7 gedirik neyini. Havanın gözəlliyini görürsünüz də. Uşağın səsi ilə günə başlamaq. Bəli uşaqlar, birazdan hazırlaşıb gedəcək və üstü yuxarıda gördüyünüz bir də göstərim. Bu şəkildə qutardım. Bəli, müəllimimiz onu qutardı. Nəhayət ki, katan cırılmışdı. Anam elə bilmədən onu cırdı və mən qaldım belə. Pul vermişdim o qədər. Dedim ki, zaten zərər şey dəyib də. Heç olmasa evimdə asım da onu və asım. Çox da qəşəng görsənir. Bu işimi elə bir ondan yer dəyişdirdim. Siz necədir? Çox sevdim də, ürəyimcə oldu. Sizə bir dənə sualım verirəm. Deyirlər ki, rəssamlar səliqəli olmalıdır, belə olmalıdır, rənglər belə olmalıdır. O səliqəli olmaqdan möhtəşəm bir iş çıxır falan filan. Hamısı boş söhbət. Sizə bir dənə mənzərə göstərəcəm. Özü də mənim malbertimdə var. Yəni 2 dənə özü də iç-içə salmışam. Və onlarda elə bir şey eləmişəm. Necə deyirlər? Orada işləməmişəm o işi. Yerdə uzanaraq işləmişəm. Ürək açıcı olmayan bir mənzərə bilirəm. Hər şeyi səpələmişəm. Ama o işten bu çıxdı. Çox da danışmayayım. 6:21'dir. Mən gec gedəcəm yoxsa vlogda qalacaq belə. Vlog çəkdim və universitetə gedəcəkdim. Deyərək başlıq qoymayacağım əlbəttə ki. İndi baxaq, hazırlaşım gerək. Baxaq nə olur. Yaxşı olar inşallah. İşte hazıram. İndi universitetə gedəcəm və uşaqlar deyəcəksiniz ki, müəllimə həmin fırçaları necə təmizləyəcəksiniz? Baxın, bu sudan istifadə edirəm. Çox qorxulu bir şeydir. Qətiyyən az yaşlılar istifadə etməsin uşaqlar. Yəni qətiyyən, çünki çox pis iyi var. Allergiya yarada bilər. Lak iyi var da əməli başıma. Bunu həmişə çöldə təmizləyirəm fırçalarımı. Çox da şey eləmək, qaçım, biraz gecikirəm. Baxayaq başımıza nə gəlir. Bəli uşaqlar, həmişə kimi qaça-qaçdayım universitetə tələsirəm. Yəni hər dəfə bu videolarına baxanda ayda nə qəşəng sakit, huzurludur. Mən dedim niyə çəkməyim? O aslında mənim çəkdiyim qaça-qaça. Oy, günəş doğdu. İnşallah rəssamların həyatı heç göründüyü kimi huzurlu və sakitdir. Bilmirəm indi başqa rəssamlarda necədir? Məndə belə vəsvəsəli keçir. İstəyirəm mənzərəni də çəkeyim. Baxın necə də qəşəng. Nəsə mənzərənin vaxtı deyil, gecikdim. Üstə gedirik. Deyəcəksiniz ki, müəllimə niyə makyaj şeyi çəkmədiniz? Uşaqlar, mənim makyaj eləməyimi görsəniz, qorxarsınız, makyaj eləməkdən soyuyarsınız da. Fikirləşin, 20 neçədə idik, paltar üzərimi geyməyə başladım, orada yemək də yedim. Yeməyi mən həmişə yavaş-yavaş yeyirəm ki, yəni həqiqətən səhər yeməyi uşaqlar çox önəmlidir. Kofe zad içməyin, mən səhər oyanan kimi kofe içənlərdən deyiləm və işlədim, onu göstərəcəm sizə. Marşrut gəldi, hələlik. Fikirləşin, 40 dəqiqəlik yolu ayaq üstə qaldım, 5 dəqiqəlik yolda oturmuşam. Bəli, Lənkəran Dövlət Universiteti. Burada bilmirəm niyə ayaqlarımı çəkirəm. Gördə indi cool bir giriş eləməyə çalışıram. Bu ikinci korpusdur uşaqlar Lənkəran Dövlətin. Və Lənkəran Dövlətin ikinci korpusda bizim yəni yataqxananın alt hissəsində rəssamlarla musiqi ixtisasından birgə oluruq. Yəni bu da giriş hissəsidir. Yəni bizi həmişə ayırıblar. Məncə də ən yaxşısı belədir. Buradan da pilləkənləri yenə ayaqlarımı çəkirəm, bilmirəm. Və giriş hissəsindən də görəcəksiniz ki, tələbələrin əl işləri asılıb. Təəssüf ki, müəlliməniz işi burada deyil, bir vaxtda buradaydı. Həmişə seçirlər. Və içəriyə ən sevdiyim yer, həqiqətən uşaqlar, məni bura bağlasalar qalaram. Yəni bir rəssamın zövq aldığı, yəni qaldığı tək bir məkan. O da emalatxanadır. Bəli, heykəllərimiz də burada var və məncə bu otağı da gözəlləşdirən bu əl işlərdir. Burada da güzgümüz var. Hamı gəlib keçən baxır, mən də baxıram. Güldüm, bilmirəm nəyə gülürəm. Şuradakı uşağa ki baxdım. Şu. Burada da əl işlərə baxıram. Yenidən otağa keçirəm. 2 hissəlidir. Məncə belə daha yaxşıdır. Çünki tələbələr çox olur. 20 neçə nəfərdir. Yəni hamısı otağın genişliyini aldanmayın. Və ən sevdiyimiz mənzərə. Baxın, bu mənzərə əsasında əl iş işləyirik. Yəni görürsünüz. Universitetin həyatı çox gözəldir uşaqlar. Payızda siz buranı görün. Və burada bir gülməli bir şey olur uşaqlar. Qapını, pəncərəni aça bilmirəm. İstədim bu hissəni qoymayayım, dedim yox, qoyacağam.
Bilmirəm orada nəyə baxıram. Sonra dedim eşya alınmadı, pəncərəni bağlı. Estetik bir görüntü eləmək istirdim. O əslində olan. Avqustdan Diana burada var. Venera da var idi. Venera bilmirəm hardadır. İnşallah bunlarla da bağlı video gələcək siz üçün. Bu uşaq heykəlinə heç xoşum gəlmir. Demişdim sizə, rəsm indi otağı sərgəli indi görsənir. İndi tələbələr bura gələndə bir günə qoyurlar. Amma əslində sərgəli olmaq lazımdır ictimai yerlərdə. Evdə yox, evdə nə edirsinizsə eləyin, amma özünüz yığışdırın. Burada musiqi ixtisasında oxuyan tələbələr piano ifa edirdilər və mən də həvəsə gəldim, dedim otaqda var ikən şey eləyim. Ona görə səslərini çox da qoymadım uşaqlar telif haqqı yeməmək üçün. İndi baxım da özüm nə edirəm. Yenir müəllimimiz. Biz bildiyimiz iş eləsə yaxşı olar, rəsm çəkmək. Amma istəyərdim bir incəsənət insanlara piano ifa eləmək. Qoşa-qoşa qoyublar özlər. Uşaqlar, heç piano ifa edən varmı? Yəni çala bilən varmı? Mən çala bilmirəm. Baxın uşaqlar bu formada anatomiya da keçirik. Belə sümükləri zad işləyir. Və burada kiminsə evini yıxıblar. Bu evi niyə bugünə qoyublar? Ən sevdiyim aktivite pilləkənli qalxma. Deməli biz 3-cü mərtəbədə olmalıyıq. Video çəkdiyimə görə çaşıb 4-ə qalxmışam. Dedim biz magistr gedəcəklər şeyi. Yox, şüşə boyadı indi. Şüşə boyadı. Vitraj boyasıdır. Bir də gördük yeməyin arasında qışdı. Zəhərləndi. Bəli, bax. Beşik var, bir bu qəşəkdir. Bu da qəşək sərgəldi. Bu da sərgəldi. Bu da gedər, bu da. Amma bunlar sadə. Ən qəşəng odur, yox məncə. Burada da var. Aha, davam elə. Van Gogh. Van Gogh'un Nə, ardı gəlmədi. yaxşıdır. Bunlar kaprondur, kapron. Hə. Saatdan. Üzünü salmıram, ha, narahat olma. Bilmirəm. Axırıncı saat var. Uşaqlar. Yo, sevdim. Ben uşaqlar eve çatdım, ölürəm, yorğunçuluqdan yemək yemə vaxtı və saat neçə bilirsiniz? Hal-hazırda saat 5-dir və mən sübh vaxtı saat 7-dən evdən çıxmışam, 5-də evə gəlirəm və bəli uşaqlar, yeməyimi yedim. Onu çəkmədim. Bilirəm, vlogda hər bir şey, diş fırçalamasına qədər çəkilir. Mən ayrıca mən dişimi fırçalamayı və yeməyi, nam yeməyimin sizi göstərməyin nə mənası var. Onun üçün də rəsm çəkəcək. Bilirəm, bütün günü evdə olmamışam, amma dedim çəkəcəm də. Yəni, gündəlik etdiyim şeylər sizə göstərəcəm. İnşallah maraqlıdır, bilmirəm indi. Videoda necə bir şey çıxacaq ortaya, bilmirəm. Deyəcəksiniz ki, mən siz özünüz dediniz, vlog çəkirəm, sizə kim məcbur etməyib. Amma dedim, olsun da fərqli bir şey bir kanalda, amma bilmirəm nə çıxacaq ortaya. İnşallah peşman olmaram, inşallah bəyənirsiniz. Nə bilim. Baxayalım, rəsm çəkirik, sifarişli uşaqlar. Və bunu deyim ki, mən sifariş işləyəndə çərçivə falan məndə olur. Qiymət də çox uyğundur çərçivəni, yəni mən çox xoşum gəlir buna. Sadə və şeydir, adı formatda işləyəcək. İstəsəniz, onun da biraz qaydasını başa salacağım, necə işləyirəm falan, neçə saat işləyirəm. O vaxtda da məlumat verərəm. Uşaqlar, nə yaxşı ki, tez gəlməmişəm bilirəm, amma yağışa nə yaxşı ki, düşməmişəm də, yağış şapur-şupur. Vlog çəkmişəm axı ona görə. Tökməlidir yağış. Yo, nəsə günəş var. Nəsə deyir ki, yo, ürəyini üzmə, düzələr. Və uşaqlar siz üçün rəsmi portreti necə işlədiyimi də göstərəcəkdim, amma video editlədim, yorğunçuluq bir tərəfdən o qaldı digər videoda əgər istəsəniz.